Səhid də neynə indi açan gəlsə qoşular. Olmasa reportdan da izləyə bilər. Dərsə problem deyil. Yəni işıqlar bizdə də tez-tez sönür. Olur belə problemlər. Demək bu günləri burada Vaqif qəşəng maraqlı proqram hazırlamışam. Bu hisslərlə şərtlərin inteqrasiyası. Yəni çox belə mühüm, güclü proqramlar deyil, sadəcə biraz yəni marağı gətirir Pythona, indiki keçdiyimiz Pythona. Məsələn, kalkulyator falan hazırlamışam. Burada ayadını daxil edib hansı fəsil olduğunu göstərən bir proqram falan var. Nəsə spoiler verməyəm. Videoya baxanda özün görəcəksən. Bugün də keçəcəyimiz mövzu keçən dəfə Həsənin Wi-Fi password proqramına göstərdiyi versiya ilə bağlıdır. Yəni şərt içində şərt mövzusu. Şərt içində şərt odur ki, yəni bir şərtdən asılı olan digər şərtlər var da bu belə deyə proqramlaşdırmada. Məsələn, adicə bir nümunə deyim, bu proqramı açırıq. Bu proqramı açmağımız bir şərtdir. Məsələn, açdıq. Yəni, burada görün, burada nə qədər belə deyək, düymə var bizim üçün. Burada nə qədər menyu var. Və bunların hamısına daxil olmağımız da bir şərtdir. Bunlara biz haçan daxil ola bilərik? Əgər proqramı açanda. Yəni, proqramı açdıq, artıq bir şərtimiz true oldu da, düzdür. Artıq biz bunlara daxil ola bilərik. Bunların hər hansınsa, belə deyək, qoşula bilərik. Yox, mən bunlara proqrama daxil olmamış. Yəni, düşünün ki, else var da, mən PyCharm-a deyil, başqa bir proqrama daxil olmuşam, onda bunlara qoşula bilməyəcəm. Demək, bu şərtlər sırf bu proqramın açılmasından asılıdır. Yəni, bu şərt operatorlarında şərt içində şərtlər də bu şəkildədir. Yəni, real həyatdan da nümunələr məsəl üçün gətirmək olar bunu. Yəni, sən bir şərt yaradırsan, deyirsən ki, nə bilim, sadə ədədləri tapan proqramda məsəl üçün belə bir şey yaratmaq olar. Birinci deyirsən ki, ədəd birdən fərqlidir, məsələn. Çünki bir nə sadədir, nə mürəkkəbdir bizim üçün. Birdən fərqli olduğunu yoxladın, ondan sonra sən onun sadə və mürəkkəbliyini yoxlayırsan da, düzdür. Birdən fərqli deyil, tamam. Nədir məsələn? Özünə bölünürsə və ya 1-ə bölünürsə, bu sadədir. Nə bilim, 2 və ya daha artıq böləni varsa, bu mürəkkəb ədəddir. Yəni, bu şərtləri də yoxlamaq üçün birdən fərqli olma şərti demək çalışdırılmalıydı. Şərt içində şərtləri də müəyyən qədər əvəz eləmək olur. Məsələn, onlar uzun kodlar yarada bilər. Biz məntiqi operatorlar keçdik sizdən, and, or. Burada or yox, daha çox and-lə şərt içində şərtin qarşısını almaq olur. Yəni, biz necə məsələn, Wi-Fi proqramında eləntisini eləmişdik. Düzdür, struktur olaraq Wi-Fi proqramında xətalar vardı. Nə məsələn xətası? Biz deyirdik ki, bizim əlimizdə olan ehtimallara görə if-else-ni bölüşdürdük. Amma o məsələ vardı ki, orada username səhvdirsə bizdən Wi-Fi-da soruşmayacaqdı. Amma biz şey verdik, məsələn, həm username doğru olsun, həm parol doğru olsun, onda bizim üçün Wi-Fi qoşulma uğurlu ola bilər. Amma Həsənin dediyi proqram, məsələn, o daha dəqiq idi. O, məsələn, bugünkü dərsdən sən onu deyəcək. O, məsələ orada nə idi? Yəni, sən birinci username-i yoxlayırsan. Username-i SSID-də Wi-Fi adından gedir söhbət. SSID-mizi yoxlayırıq, yəni Wi-Fi adı nədir? Wi-Fi adını düz yazdın, okey. Wi-Fi adını düz yazdınsa, səndən şərt qoyur ki, parolu qeyd elə və sən parolu yoxla doğruluğun. Yəni, yenə deyirəm, Wi-Fi adını yazmamış bir parolu harda doğrulaya bilərik? Açıq Wi-Fi-larda eləyə bilərsən, amma söhbət məsələn gizli Wi-Fi-dan gedirsən. Sən onun birinci belə deyim Wi-Fi adını düzgün qeyd eləməlisən ki, sonra parolunu yaza biləsən. Kompüterdə, telefonda fərqli sistem ola bilər, amma daha doğrusu eləntisi nədir? Məsələn, adicə hər hansısa bir banka falan giriş sistemlərində məsələn götürək də. Birinci gəlirsən PIN kodu yazırsan da, PIN kodun uğurlu olduğu halda sən oradan pul çıxarıb pul əlavə eləyə bilərsən. Yəni deyilsə, yəni sənin sistemə məsələn girişi kəsir. Sonra bir proqram var ağlımda, o da məsələn işləyərik. Məsələn, sənin əgər giriş balın 50-dən yuxarıdırsa, sənin ABC aldığın məsələn yoxlasın 90 plusdursa A, nə bilim 80 plusdursa B falan. Yəni 50-dən aşağıdırsa sən zaten kəsilmirsən. Məsələn, bunları məsələn şərt içində şərtlərlə təşkil eləmək olar.
Məncə belə, yəni anlayış olaraq ağlımızda nəsə canlandı şərt içində şərtlə. Proqramlara da keçə bilərik fikirləşirəm. Kiminsə nəsə əlavəsi var? Yəni bu mövzu ilə. Hey. Tamam, onda keçək məsələn elə dediyim o imtahan proqramına. Məsələn, dəqiqə burada kodu bir dənə şərh sətrini alaq. Belə olan halda klaviatura dilini dəyişin. Azərbaycan dilini ingiliscə keçin. Balımızı məsələn daxil eləyək. Balınızı daxil edin. If bal. Yəni bu 50-dən yuxarı olmalıydı da, səhv eləmirəmsə 51-də biz keçid eləmiş oluruq. Yəni bu nə şərtidir? Keçir şərti. Artıq biz növbəti ifi bunun altında verməyəcəyik. Yəni burada indentasiyaya fikir verməlisən ki, həmişə bir tab boşluq altda gələnlər var. Amma məsələn burada bir tab boşluq altda gəlir. Bu özündən yuxarıdakından asılılıq deməkdir. Yəni alt və alt yazılırsa bunlar eyni dərəcəlidir. Yox, yəni dediyim kimi bir tab boşluqla fərqlənirsə, bu həmişə aşağıdakı yuxarısından asıllığını bildirir. Ona görə bu indentasiyaların vacibliyini qeyd edirlər. Mən bu gəlib burada yazsam eyni hüquqlu olacaq. Yəni proqramı da düz işləməyəcək. Plus da burada qoşu nöqtə varsa, qoşu nöqtədən sonra burada yəni bir sətirdə yaza bilmərsən. Mütləqdir ki, bunun nəticəsini qeyd eləməlisən. Ondan sonra sən gedib else-i yaz və yaxud da nə bilim başqa bir proqramı yaz. Bunlara məsələn qeyd edeyim. Növbəti şərti qoyuram. If bal 90-dan yuxarıdırsa print sizin qiymətiniz yazıldı. Sizin qiymətiniz A. Yəni A olduğunu yoxlasın. Sonra elif qoyuruq. Yəni növbəti şərtləri də bunun daxilində eləyirik. Bunu da 80-dan qoyaq. Yəni 90 bu artıq bura aiddir, bura yox. Burada yuxarıdan aşağı niyə qoyuruq uşaqlar? Çünki bir məsələ var ki, burada yuxarıdan aşağı şərtlər yoxlanır. Yəni 90-dan böyük olan zaten 80-dan da böyükdür. Amma 90-dan böyük şərtin yoxlayırsa, demək ki, bu A-dır. Yəni bu şərtin artıq üstündən xətt çəkəcəyiz. Sən gəlib burada if versən, yəni bu mümkün olmayacaq. Və şərt içində şərtdə burada if vermisənsə, burada ta elif verməli deyilsən. Yəni burada artıq yeni bir şərt yaranır. Yeni bir vəziyyət yarandığına görə sən if-lə başlayırsan. Və biz də demişik ki, yəni düz mən bura if yox, başqa bir proseslə yazsam bu icra olunacaqdır. Ard-arda iflər ki gəlir ha. Məsələn, eyni dərəcəli iflərdən gedir söhbət. Məsələn, mən burada da bir dənə gəlib if yazsam, eyni dərəcəli. Ard-arda gələn iflər doğru olsa belə növbəti ifə keçir. Amma elifdə elə deyil. Məsələn, mən bunun əvəzinə if yazsam, bu da doğru olsa, sizin qiymətiniz A gələcək. Məsələn, 91-də. Sonra B də gələcək. Çünki bura if yazmışam. Amma elif yazanda bu if doğru olanda elifi belə deyə icra eləmir. Elif o deməkdir ki, yəni ifin doğru olmadığı halda mənə müraciət edirlər. Amma if ilə ifi belə deyə bir-birindən eyni dərəcəyə qoymaq eyni dərəcəlidir deyə onları yəni ard-arda qoymaq düzgün sayılmır. Sonra elif bal 70 print sizin qiymətiniz. İndi bunu qeyd eləməliyəm. Elif bal 60-da yəqin ki D-dir. Qiymətiniz. D. Biz o balları görməmişik day. Neyniyək? Elif bal 50. Bizim ixtisasda da ümumiyyətlə aşağı bal demək olar ki 70-dən başlayır. 60 ya tək düzdür. Sizin qiymətiniz Y. Baxın bir də
Elif bal, hə də hə. Əslində bura. Bunu bu kimi yazmayaq. Gəlin elə bura else yazaq. Else yazaq. Yo, else yazsam. Ya da ki elə else yazaq. Nəyə görə else deyirəm? Çünki eyni şərti həm burada ver, həm də burada ver. Yəni biraz uyğun olmayacaq. Artıq bilirsiniz burada nə var? Məsələn, bu bal 50-dən yuxarı olmalıdır. Bizim əlimizdə bir dənə şərt var ki, bu 50-dən yuxarı olmalıdır. 50-dən yuxarı olsun. 90-dan yuxarı getdi, 80-dan yuxarı getdi, 70-dən yuxarı getdi, 60-dan yuxarı getdi. Qaldı yerdə bir dənə nə? 50-dən yuxarı. Yəni 50 ilə 60 arası. Ona görə, yəni bu şərt elə birbaşa else-yə düşəcək. Sən fikirləşmə ki. Dəqiqə. Vaqif söz demək istəyirsən deyəsən, buyur. Yox, davam edin, ona görə qaldırmışdım ki, sözünüz qutarandan sonra deyərdim. Hə. Bu şərtlər getdiyinə görə yerdə qalır bir dənə 50-dən yuxarı olsun. 50-dən yuxarı olsun, avtomatik else-yə gəlib düşəcək. Bu sənin bu if-in else-sidir, bunun yox. Bunun else-si isə odur ki, sən kəsilmisən artıq. Sənin balın 50-dən aşağıdır. Print, sən kəsildin. Yəni belə. Buyur Vaqif, sən nə deyirdin? Müəllim, biz burada şərtlərdə balı aralıqlarla verməməyimizin səbəbi yuxarıdan elə aşağıya hesablandığına görə də, məsələn üçün 90-dan yuxarıdırsa da A alıb, əks halda məsələn bal böyüdü 80 yazmışıq ha. Aha. Elə yəni 80 ilə 90 arası yazmaqla eynidir də, hə? Yəni o yazı uzanmış olur, yoxsa necə? Eynidir. Sən bura gəlib belə də yaza bilərsən. Bunu nəzərdə tutursan da yəqin. Bəli. Hə, yaza bilərsən, problem deyil. Düzdür, əslində bu məsələn bunu da qeyd eləyək. Lap kimsə gəlib 150 bal yazmasın da bura, düzdür? Sən mən o da nəzərə alaq deyək. Bunu 100 ilə eləyək, limitləyək. Düzdür? Bu şəkildə yazsaq daha doğru olacaq. Yəni sən artıq 50-100 aralığına baxacaqsan deyə. Burada başqa ehtimal qalmayacaq. Gəlin də proqramımızı çalışdıraq. Balınızı daxil edeyim. Məsələn, 50 balda artıq mən kəsilmişəm. Mənə 51 lazımdır. Qiymətim 7. Məsələn, 61-ə baxaq. D, 71C, 81B, 91A. 101-ə sən kəsildin deyir. 101-ə artıq gəl belə eləyək. 101 üçün o ehtimal. Əslində bunu bilsən necə eləmək olardı? Burada Ora məncə bir də elif şərti qoymaq lazımdır. Elif yox, əslində necə bir şərtdə daha atmaq olar. Məsələn, if 100-dən kiçikdirsə, keçsin if 50-dən yuxarıdırsa, keçsin bunlara. Yəni bu if-in if 100-dən böyük belə deyək, kiçiyin else-si olacaq ki, sən 100-dən aşağı qiymət daxil elə. If 50-nin else-si olacaq ki, sən kəsilmisən. Başa düşdünüz mən nə demək istədiyimi? Gəlin baxın, onu eləyək. Mən nəyi demək istəyirəm? Bax. Bir dəqiqə. Bu şərti, məsələn, bu şərti saxlayırıq. Bir dənə yazıram ki, mən bura if bal nə olsun? 50-dən yuxarı olsun. Bunların da hamısını bir dəqiqə. Bunların da hamısını bir tab sürüşdürürük. Bir də bunu bir tab sürüşdürürük. Burada bir dənə else atırıq ki, print qiyməti düzgün qeyd et. Qiymətdəki aralığın yazır ki, 0-100. İndi aydın oldu bu. Bəli. Aydın. Tamam. Həsən, sən necə deyirdin? Sən eliflə deyirdin deyəsən. Bəli müəllim. İfdən sonra bir də elif qoymaq istəyirdim ki, yəni 100-dən yuxarı olsa desin ki, bala düzgün daxil edin. Hə, bildim. Əslində o ehtimala istəyirsən bir də baxarıq. Mən çünki tam canlandıra bilmədim onu.
ağlımda ju bu idi deyə sıraz dedim bunu yazım. Tamam, o ehtimala bir dənə baxarıq. Məsələn, mən bura 101 yazım bir dənə. Ya da 110 yazım. Balı düzgün ki, daxil elə. Hə. İndi 48 də yazım bir dənə. Sən kəsildin, okey. Bu doğrudur. 91-də A verir, verir. 100-də də A verir. Tamam. Bu doğrudur. Bu doğrudur. Sadəcə mən istəyirəm. Yəni əvvəlki kodumuz belə idi də, düzdür? Mən bunu bura atıram. Həsən, sən necə deyirdin? Gəlin ona baxaq. Orada tam bilmədim bir şeydim. If-dən sonra mən balı 150 aralığı qoymuşduq keçən səfər. Onun kimi yazandan sonra aşağıda S-dən əvvəl elif qoya bilərik də. Hə, hə. Burada məsələn if-i bu şəkildə saxlayırsan sən. 100-lə 50 aralığı 100 qoyuruq. ilə 50 aralığı, tamam. 100 ilə 50 aralığı qoyduq. S-dən də Əvvəl bir dənə deyirsən elif atasan bura. Hə? Bəli. Hə, bir dənə məsələn bu ehtimala baxaq. 100 ilə 50. Hə, bildim. Burada şey versən, yəni bal əgər 100-dən yuxarıdırsa şey versin. Okey, o da olar. Yəni print balı düzgün daxil elə. Sən baxın bir də bu ehtimala. Yəni else-in içərisindən çıxarmaq üçün elifdən istifadə eləmək, yəni əslində o da ən doğru yollardan biridir. Mən özüm prosesdə indi təzə bu şərt içində şərt keçmiş idi, dedim belə eləyim. Sən 101 yazsa balı düzgün daxil et, bizə gəlir. 100 yazsaq A gəlir məsələn. 41 yazsaq kəsildiyimiz görsənir. Okey, yəni bu iki ehtimalın ikisini də burada saxlayıram ki, nəzərimizdə olsun. Mən bu kodları satacağam. Amma əvvəlki şeydə kodların üstünə yazdım. Şərt operatorları bir hissədə olsun. Bu proqramı hamı başa düşdü. Sonra bunu. Bəli. Və yaxud da burada bu iki vəziyyətdə hansındasa sual var. İkisi də eyni nəticədir. Aydındır. Tamam. Onda bunları bir dənə kilitləyək. Çünki çoxlu proqram yazmaq istəyirəm sizlə. Vaxtımıza da var. Məsələn. Sadə bir proqram yazaq indi. If-lə başladım, ələ öyrəşə bilir. Məsələn, temperaturu daxil eləyək. Havanın daxil et. If temperatur 0-dan məsələn çoxdursa, yəni temperatur müsbətdirsə və temperatur müsbət olduğu halda 30-dan yuxarıdırsa, isti də hava artır. Məsələn, print hava istidir. Bu maraqlı mövzudur əslində, yəni bununla çoxlu nümunələr işləmək olar. 30-dan müsbətdir və 30-dan yuxarıdırsa hava istidir. Else bir dənə hansı hal qalır? 0-dan 30 aralığı. Bunda da yəni hava normaldır. Yəni hava normaldır. Bunun else-sinə nə qalır? Şaxtalar. Print hava soyuqdur, hətta şaxta var. Yəni 0-da -1-də artıq şaxta hesab olunur. Bu da çalışdıraq. Havanın temperaturunu daxil edirəm, 10 dərəcə normaldır. Bir hava istidir. Nə bilim, -5. Hava soyuqdur, hətta şaxta var. Yəni bu da yəni bir sadə proqramdır. Yəni kimsə üçün belə proqramlar çətin olar. Yəni belə sadə proqramlara bir dəfə baxsa, yadına düşsün deyə beləcəsində də işləyəcəm. Bunun məncə yəni izahına elə ehtiyac yoxdur. Yəni bu boyda proqramdan sonra bu daha rahat gələr sizə. Düzdür? Bəli. Tamam. Okey.
Məsələn, elə o keçən dəfəki Wi-Fi sisteminə aid məsələn ağlımda bir nümunə var. Wi-Fi olmasında elə məsələn, yəni hər hansı bir sosial media hesabına giriş eləmək istəyən də, yəni necə olur? Deyək ki, elə bir sistemdir ki, birinci username soruşur bizdən, sonra password. Yəni elə giriş sistemləri var. Düzdür, əksəriyyətində eyni momentdə daxil eləyirsən. Amma bəzilərində o eyni momentdə daxil edilənə də aid bir ağlımda bir nümunə var. Vaxtçası o axırda eləyərik. Biraz çətin olacaq o. İndi məsələn bu sadəni yazaq. Məsələn username daxil eləyək ki, istifadəçi adı daxil edin. Bir də password. Bunların ikisini də inputla qeyd edirik. Çünki simvollar yığındır. Şifrə daxil edin. If username. Məsələn, username'imiz nə ilə doğrudur? Hər hansısa bir istifadəçi adı verək. Məsələn, Rızıyevdir. Mənim YouTube kanalım. Deyək ki, əgər username'imiz Rızıyevdirsə, bizdən gəlsin password məsələn yoxlasın. Passwordda yəni hər hansısa bir password yazaq. 1 2 3 4 5. Bu da şifrə düzdürmü? Bu şərti yoxlayacaq. Sonra bizə deyəcək ki, giriş uğurlu oldu. Yəni birinci bizdən username'i soruşacaq. Username doğrudursa passwordu soruşacaq. Password doğrudursa giriş uğurlu olacaq. Bunun else-sində username doğru ola bilər. Password yanlışdırsa yazsın ki, də yanlış şifrə. Yaxud giriş uğursuz hər hansısa bir şey. Giriş uğursuzu başqasına yazarıq. Sonra məsələn bunun else-si nə olacaq? Print Müəllim, belə. Bəli. bəs bəzən məsəl üçün ad filan yazanda şərtlər qoyur ki, tutaq ki, orada ət işarəsi filan işarələr olmalıdır, nə bilim 8 hərf filan olmalıdır. Hə. Onlar haqqında misal göstərəcəksiniz, yoxsa hələ qabaqdan üstünlüyü? Elə ağlımdadır mən. Parolun güclülüyün və zəifliyini yoxlayan bir proqram demirsən? Hə, həm adın, həm də parolun. Hə, olar. Onu Tamam. işləyərik. Yəni narahat Tamam. olma. Fikirləşirdim elə ki, elə bir proqram işləyək. Çünki bu əsl yerinə düşər bununla. Oldu mu? Narahat olma, işləyəcək. Hə, belə istifadəçi yoxdur. Niyə bu şəkildə yazaq? Çünki sənin istifadəçi adın bu olmasa belə başqasının istifadəçi adı bu ola bilər də. Yəni düzdür, biz bura təkli daxil eləmişik. Əvvəldən heç nə təyin eləməmişik. Bu databazadan da götürülmüş ola bilər. Ona görə yəni databazada məsələn istifadəçi adları, parolları falan və s. yığılır da orada. Ona görə məsələn bu ehtimal, bu nəticə, bu cavab daha düzgündür bizim ehtimallara. İstifadəçi adı daxil edin. Sən Rızıyevdini bu şəkildə yazsam. Bizdən demək şifrə soruşur. Orada mən passwordu if-dən sonra qoymalıyıq məncə. Necə? If password. Passwordu soruşmağı var, input var. Onu birinci if-dən sonra qoymalıyıq ki, doğruluğun yoxlasın sonra soruşsun. Hə, bildim, bunu deyirsən sən. Hə, okey. Mən də deyirəm. Hə, burada deyirsən sən. Yəni nə edir? Birinci username-i daxil eləsin. Çünki mən elə özümdə biraz şey qaldım ki, bu burada idi, bizdən şifrəni indidən soruşur. Belə olmasın da, yəni düz yoxlama sistemi beləsinə keçsə də, sən Instada, Facebookda, onlarda eyni anda sən istifadəçi adı ilə şifrə daxil edirsən, düzdür? Amma mən nəzərdə tutduğum proqram o idi ki, birinci username yoxlasın, sonra şifrəni daxil eləyəm. Mən də bunu əvvəldə vermişəm deyə və Pythonda interpretatordur deyə yuxarıdan aşağı yoxlayır. Hə, bu şəkildə məsələn birinci istifadəçi adın qəbul et, təzim çalışdıraq, run eləyək. Birinci istifadəçi adını daxil elədik. İstifadəçi adının doğruluğunu yoxladı. Sonra passwordu daxil eləyək.
Sonra onun doğruluğunu yoxlasın, sonra da girişin uğurlu olub olmadığını bizə göstərsin. Məsələn, Yerzivti yazdım, verir ki, belə istifadəçi yoxdur. Amma bayaq da mən istifadəçi adı səhv yazanda məndən şifrə soruşurdu, gördünüz? Amma bu şəkildə eləsə daha yaxşıdır. Çünki elə Instanın özündə də sən istifadəçi adını səhv yazanda belə qırmızı xəta görür ki, beləsinə yəni istifadəçi yoxdur da. Tamam. İndi məsələn doğru yazaq Yerzivti. Şifrəni məsələn belə yazıram. Yanlış şifrə olduğu məsələn göstərir. Yerzivti 1 2 3 4 5 giriş uğurlu oldu. Da belə. Aydın olduğu proqram. Bəli. Yəni bunu niyə burada yazdıq? Bəli, aydın. Bu da yəni yəqin ki, aydın oldu. Əslində yəni bu belə əvvəldə də yaza bilərdik. O da problem deyildi. Sadəcə dediyimizə uyğun olsun deyə bu şəkildə yazmamız daha yaxşıdır. Yəni tək-tək soruşsun. Bu doğrudursa digər doğruluğu bizdən tələb eləsin. Okay. Keçək məsələn müqayisə yadınızdadırsa biz sizlə doğruluğu yoxlama bir tapşırıq atmışdım mən sizə. Nə bilim perimetrdən sahə müqayisə edeyim. Böyük, kiçik. Orada məncə if altında if-lə eləmədik. Biz başqa bir üsulla elədik. Elə if eliflə belə dalbadal gedə-gedə elədik. Gəlin onu məsələn if daxilində if-lə eləyək, baxaq. Məsələn, int input birinci ədəd. Yadınızdadırsa tapşırıq atmışdım. Sahə ilə perimetri tapın və onları müqayisə edin. Bəli, 3 dənə olmadı. Aha. Bu da ikinci ədəd. Sən onları if-ilə daha sadə eləmək olur. Məsələn, if A, B şey deyək. Yəni, əgər bu ədədlər fərqlidirsə, şərt qoyaq. Bizim ümumiyyətlə hansı ehtimalımız ola bilər? A, B-dən böyükdür, A, B-yə bərabərdir, A, B-dən kiçikdir. 3 dənə ehtimalımız var. A, B-dən fərqlidirsə, burada A, B-dən böyükdürsə, elçimizə qalacaq nə? A, B-dən kiçikdir. Məsələn, A, B-dən böyükdür. A, B-dən böyükdür. Çünki burada elçimizə nə qaldı? A, B-dən kiçikdir. Çünki o bütün şərtləri burada belə deyə özündə yığışdırıb da bu. Print A, B-dən kiçikdir. Bu belə də demək olar. Orada bu yazdığımız mətnin bir önəmi qalmayacaq, amma neynəyək? Else-də də nə qalacaq? Print elə bunu belə yazacağam. Biraz səliqəli də görünüş olsun. Okay. Çalışdıraq. Birinci ədədimiz 10, ikinci ədədimiz 5. 15-dən böyükdür. 11, 11, 11, 11-ə bərabərdir. 13, 16, 13, 16-dan dən kiçikdir. Ona görə dəni yığışdırmaq daha yaxşıdır. Qrammatik qaydalar pozulmasın deyə. Hə, belə. Bu proqram aydın oldu. Yəni istənilən müqayisəni belə rahatlıqla eləyə biləcəyik də biz. Aydındır. Burada verdiyimiz şərt var. Əslində burada verdiyimiz şərt bunların şərtlərini elə bir limitləşdirir. Yəni burada sonsuz bir şərt qalmır bizim əlimizdə. Yəni buradakı şərt elə bir şərtdir ki, yəni konkret bir məhdudiyyət qoyur sənə. Necə ki mən deyirdim, proqramı açdın, yəni burada 10 dənə menyu varsa, demək sən 10-undan birinə girə bilərsən. Onların da içində nə açılacaqsa o heç. Yəni sənin məhdudiyyəti ilk qoyduğun şərt qoyur. Bunun else-si ola bilər ki, hə, sonsuz olsun, limitsiz olsun. Amma dediyim kimi əsas məsələ nədir? Bunun daxilində yazdığımız şərtlərdə o məhdud şərtləri biz bilməliyik. Ona da kilit qoyaq. Sən sonra hansı proqram ola bilər? Sən bankdan pul çəkmə kimi bir proqram yaradaq.
Yəni, balans yazıram. DS6. Nə qədər balansımız olsun? 1500 balansımız var bizim. Pin kod. Məsələn, nə olsun? Pin kodumuz 234. Yazaq. Məsələn, əməliyyat nə seçirik biz? Əməliyyatı inputla verəcəm. Əslində 1-2 ilə də eləmək olar. Məsələn, dünən kalkulyatorda əməliyyatları yazıb qarşısında nömrələmək də olar. Amma inputun da daxilində biz onu eləyə bilərik. Məsələn, belə. Bir pul çıxarmaq. Bir dənə burada drop in atırıq. Drop in. Deyəcəm bu drop in nə işə yarayır. 2. Balansı yoxlamaq. Sətir yaradır da deyəsən, hə? Bir də seçim edin. 6-6 yazır. Alt-alta yazır. Hə? 6-6 yazır da, sətir. ISO sətir elə. Sən bilirəm o nəzərdə tutursan. Və bu şəkildə səliqəli məsəl üçün yazır. Yazdı. Sonda da bir dənə, yəni qoşu nöqtə də qoyuruq ki, bizim yəni yazmağımıza bir şey eləsin, nətər deyim, şərait yaratsın. Burada öncə 1 yazasan, yaxud da 2 yazasan ki, sən bu əməliyyatları yerinə yetirsin. Biz funksiyalar keçirdik, elə qəşəng proqramlar yığardıq. Yəni hələ görün əlimizdə məhdud bir vəziyyət var. Şərt operatorları, list, mis keçmişik. Görün nələr işləyirik də sizlə. Başlayaq. If əməliyyat, məsələn, 1 seçilibsə, deyəm bunu stringdə salaq. Yəni pul çıxarma seçilibsə, balans yox. Məsələn, nə qədər çıxarmaq istəyirik? Ona nə deyək? Məbləğ yazaq da. Məbləğ, int, input, çıxarmaq istədiyiniz məbləği yazın. Belə bir şey qeyd eləyək bura. Hə. Yəni bu əməliyyat bu şəkildə keçsin. Yəni mən pul çıxarmaq istəyirəm. Sonra da təbii ki, məbləği yazıram burada. İndi məndə şərtlər başlayacaq yoxlamağa. Birinci o şərt yoxlayacaq ki, mən çıxarmaq istədiyim məbləğ mənim balansıma uyğundurmu? Yəni çoxdurmu, azdırmı? Hamısını çıxarmaq istəyirəmmi? Yəni belə vəziyyət. O halda, yəni mən pul çıxara bilərəm ki, mənim məbləğim ya balansdan az olsun. Bir dəqiqə, bura məbləği yazmamışam. Hə. Ya balansdan az olsun, ya da bərabər olsun. Bu şərtdə ödədiyi halda bizdən nəyi soruşsun? Pini soruşsun, pin kodumuzu. Input pin kodu daxil et. Bunu da başqa bir dəyişəndən eləyək ki, şərtin sonradan yoxlayaq. Aha, bir dənə də şərt veririk. If pin bərabərdirsə pin koda. O zaman balansımızdan məbləğ çıxsın. Yəni bu çıxarmaq istədiyimiz məbləğ. Bu yazılışın açılışı hamı bilir də yəqin ki. Bu yazılışın açılışı budur. Yazıb qurtarıncaya qədər. Yadınıza düşdü? Hə. Tamam. Print indi bir dənə çek hazırlayaq bizə. Əməliyyat uğurlu oldu. Yeni balans. Buraya yazaq. Balans. Burada bir dənə azin ataq. İndi bunun else-sinə nə olacaq? Set pin kod. Pin. Yanlış pin yazaq da. Normalde elənsiniz tip mesaj çıxarır. Yanlış pin. Sonra bunun else-si nə olacaq? Sizcə? Bunun else-si. Məbləğ balansdan çoxdur da ona görə. Aha, yəni balansınız kifayət etmir.
Vaqif deyəsən az pul çıxarıb. Ancaq kartla eləyir əməliyyatlar. Ona görə yəni tanış deyil bu bank sistemi ona. Yenə integer yazdım. Hə. Bunu da qeyd edirik. İndi də balansı məsələn yoxlamaq əməliyyatını yazaq. Print-lə verək. F-string-lə balansımızı məsələn göstərsən. Balansınız. Burada balansı göstərsin. AZN. Все. Else-də də bir dənə nə olsun? Yanlış seçim. Yəni mən orada 2 dənə seçim qoymuşam. Gəlib 3-ü basmasın da. Ya da başqa düyməyə ya da basanda elə bil ki, bu gəlsin. Deyəm belə bir şey. Gəlin məsələn bu proqramı yoxlayaq. Məncə burada xətasız bəlasız gəlmişik, bura qədər çatmışıq. Ola bilər nəsə gözümüzdən qaçsın. Məsələn mən pul çıxarmaq istəyirəm. 600 manat pul çıxarmaq istəyirəm. Pin kodum da 1 2 3 4-dür. Əməliyyat uğurlu oldu. Yeni balans 900 yazın. Okay. Balansı yoxlamaq istəyirəm. Balansınız 1500 yazın. Yəni birinci balansı yoxlayıb pul çıxarmaq daha yaxşı olardı. Nəysə. Pul çıxarmaq istəyirəm. Çıxarmaq istədiyim məbləğ 1600. Balansınız kifayət etmir. Tamam. Sonra yenə pul çıxarmaq istəyirəm. 700 manat çıxarmaq istəyirəm. Pin kodu səhv yazaq bu dəfə. Yanlış gün. Okay. Məncə bütün halları neynədi? Bizim üçün yoxladı. Aydın oldu bu proqram sizə. Bəli. Yəni kodlar onsuz da aydındır. Yəni bu kodlara baxasınız, biləsiniz ki, burada nədir? Sadəcə bax görürsüz 3 dəfə dalbadal if vermişəm. Birinci, yəni bu ümumiyyətlə bu proqramı yazmaq üçün vəziyyəti məsəl üçün real canlı olaraq görməlisən ki, bank sistemlərindən sən pul çıxarma, pul əməliyyatları necə yerinə yetirilir. Sən o alqoritmi oradan görürsən. Yəni real olaraq da eləsinədir. Əməliyyatı seçirsən, nə bilim məbləği seçirsən, ya məbləğin kifayət eləmir, ya məbləği seçirsən, pin kodu səhv yazırsan. Yəni beləsinə vəziyyətlər olur. Bu vəziyyətləri sən beynində canlandıra bilirsənsə, bunu koda çevirə bilərsən. Yəni mən istəyirəm ki, siz bunu elə başa düşəsiniz ki, sərbəst şəkildə də, yəni desələr bir dənə belə proqram yığ, 2 dəqiqəyə məsələn bunu yığın. 2 dəqiqə deməyin, nəsə 5-10 dəqiqəyə ən azından bu proqramı yığa bilin. O şəkildə. Ta fikirləşməyin ki, ayda burada məsələn 1 yazacaqdım, burada 2 yazacaqdım falan filan, məsələn söhbətlər olmaz. Onun üçün də dediyim kimi alqoritmi real olaraq, real həyatdan məsələn bunu görsəz, beyninizdə canlandıra biləcəksiniz. Beyninizdə də canlandısa, koda çevirmək ən asan iş olacaq sizin üçün. Və mən sizdən o cür başa düşməyinizi istəyirəm. Onda daha xeyirli olacaq, daha faydalı olacaq. Və çalışın da nümunələri real həyatdan götürün. Bu da belə. Bu aydın oldusa, istəyirəm Vaqifin dediyi kimi bir dənə proqram yazaq. Bu daha çətin proqram olacaq. Yəni həm giriş qeydiyyat sistemi yaratmaq istəyirəm, həm çıxış sistemi, həm parolu yoxlama sistemi. Yəni qeydiyyatda parolu yoxlasın. Sonra hesabı yaradandan sonra giriş eləyə bilək, sonra hesabdan çıxış eləyə bilək. Belə bir proqram yazmaq istəyirəm. Bu proqramda diqqətli olun. Yəni biraz çətinliklər ola bilər. Bütün keçdiklərimizi inteqrasiya eləyəcəm. Prosta ağlımda bir hissə var ki, orada deyəsəm dövr istifadə olunacaq. Çalışdığım qədərilə bütün dövrləri çıxarmağa çalışacağam. Amma yenə də dövr istifadə olunsa mən onu sizə izah edəcəm. Users adında bir hissə yaradaq. Ya da ingilis dilində qeyd istifadəçilər. Ya da ingilis dilində qısadır. İstifadəçilər yazana qədər vaxt gedəcək. Users adında bir list yaratdırıq özümüzə. Bir dənə də bu boş list olsun ki, mən qeydiyyat elədikcə bu bazaya mənim məlumatlarım gəlsin. Print eləyək. Bu şəkildə print eləyirəm. Niyə? Yəni tək-tək print yazmaqdansa bu yaxşıdır. Uzun mətnləri belə qeyd eləmək olur. Qeydiyyat. Giriş. 3. Çıxış. Seçim eləsin.
Bu adam bizdən bir seçim eləsin. Hələ ki bunu fikirləşdirin, seçiminizi daxil edin. Abi ilk öncə gəlin sizə ağlımda fikirləşdiyim proqramı deyim. Həm Vaqif dediyin, həm də öz dediyimi, yəni birləşdirdim. Demək bir sistemdir. Bu sistemə biz qeydiyyat eləyə bilərik. Qeydiyyat eləmək üçün username seçəcəyik, parol seçəcəyik. Parolun təhlükəsizliyini yoxlamaq üçün orada nə bilim simvollar olduğunu, nə bilim böyük hərf, kiçik hərf, rəqəmdən ibarət olub olmadığını yoxlasın. Qeydiyyat tamamlanandan sonra bizim user-ə gələcək həmin o qeydiyyat elədiyimiz istifadəçi və parol düşəcək. Sonra mən təzədən sistemə giriş eləmək istəyəcəm həmin istifadəçi və parolla. Sonra da həmin giriş elədiyim istifadəçi və parolu çıxış eləyəcəm ki, bazadan silinsin. Yəni aktiv qalmasın. Yəni proqramın mahiyyəti hamı üçün aydın oldu. Yəni nə eləmək istəyirəm. Bəli, aydın. Tamam. Onda gəlin kodumuzu çalışdıraq. Kodumuzu çalışdırana davam edək. Hazırda çalışdırsa bu vəziyyətdədir, yəni. Bir giriş çıxış. Qeydiyyat giriş çıxış. Tamam. Seçimdən sonra şərtləri verək yavaş-yavaş. Məsələn, adam əgər biri seçibsə, məndən username istəsin. İstifadəçi adı daxil et. Bir də password məndən soruşsun. Şifrə daxil et. Hə. İndi başlasın bu şifrənin belə deyə təhlükəsizliyini yoxlamağa da bizim üçün. İndi biz ilk öncə belə bir şərt yaradacağıq. Bu şərt hansı şərtdir? Məsələn, kimsə bir adam gəldi qeydiyyat elədi, deyək ki. Məsələn, mən gəldim qeydiyyat elədim, mənim sistemdə adım qaldı. Vaqif də gəlib mənim hesabımla təzədən qeydiyyat eləmək istəsə, ona bir bildiriş gəlsin ki, bu istifadəçi onsuz da mövcuddur. Birinci o şərti gəlin burada məsələn bildirək. O şərti bildirmək üçün biraz fərqli strukturdan istifadə edəcəyik. Username in bu yazılışı mən sizə izah edəcəm. Dövrlərdə daha rahat izah olunur. Sadəcə hələ ki dövr keçməmişik deyə bu şəkildə izah edəcəm. In users. Bu yazılış bilsiz nədir? Bura yəqin ki aydındır. Username, yəni istifadəçi adı daxildirsə, siyahı var burada və bu siyahı dövrün köməyi ilə düzəlmiş bir siyahıdır. Deyir ki, yəni user adında bu user dəyişəndir. Yəni x da qoya bilərsən bu yerinə, y də qoya bilərsən. Sadəcə məntiqə uyğun olsun deyə user qoymuşam. Yəni istifadəçi. İstifadəçi istifadəçilərin daxilindədirsə, yəni məsələn biz dövr yazanda belə yazırdı. For x məsələn in hər hansısa bir list. X neyinir də həmin listin içindəki elementlərə bərabər olurdu da, düzdür? Yəni bu hissə hamıya aydındırsa, mən bunu rahat izah eləyə biləcəm. Aydındır ben. Bəli, aydın. Burada da onu deyir ki, user'in belə deyək, daxilindəki elementlərə, dəyişənlərə bərabər olacaq. Amma hansılara? İndi user'i mən tuple kimi qeyd edəcəm. Bu user'in içərisində elə bil ki, tuple kimi qeyd edəcəm dəyişənləri. Bu tuple'ın da içərisində birinci user olacaq. Sonra da password olacaq. Yəni həm istifadəçi adı, həm də parolumuz. Bu şəkildə qeyd edəcəm daxil eləyəndə. Və user 0 da buna bərabər olacaq. Yəni sıfırıncıya. User ümumi budur. User'in sıfırıncısı budur, birincisi də budur, password. Mən burada onu deyirəm. Yəni username in user 0. Password onsuz da Vaqifdə də eyni ola bilər, məndə də eyni ola bilər. Amma username fərqli olmalıdır, düzdür? Ona görə bu şərti burada veririk. Bunu başa düşdünüz? Yəni burada nəyi göstərmək istəyirəm? İndi yarımçıqlı kod. Sadəcə indidən nəzərinizdə məsələn belə bir canlansın. Sonda məsələn tam rahat, aydın olacaq. Bəli, yavaş-yavaş canlandırıram. Tamam.
Bu hissəni bildik. User usersin içindəkilərə bərabər olacaq. User ümumi olaraq bu tapla bərabər olacaq. Username isə bu userin içərisindəki user sıfıra, yəni daxildirsə, user sıfıra daxildirsə, və burada məsələ budur. Username bu user sıfıra daxildirsə, bizə nə versin? Desin ki, print bu istifadəçi məsələn artıq mövcuddur. İstifadəçi artıq mövcuddur. Belə bir şey olsun. Hə, burada məsələn fərqli, mən bunu tək-tək yazsam, dövrlə falan biraz şey olacaq da, nətər deyim, mən gərək yazım for user in users, sonra nə bilim, if username in user 0 tək-tək belə yazsam, biraz fərqli olacaq. Məsələn, mən bunu gərək belə yazım, for user in users, sonra da if username in user 0. Və bu yazılışın elə bil ki şeydir, bir sətr olunmuş formasıdır. Sadəcə mən sizə dövr keçməmişəm deyə, dövr görüb uşaqlar çaşmasınlar deyə mən bunu belə yazıram. Belə. Yəni sizcə bu şəkildə yazım, yoxsa bu şəkildə? Yəni iki cür də aydındır sizə. Bəli, aydındır. Aydın. Onda gəlin bunu kilidə almayaq. Yox. Kilidə alsa burada qalıb qarışıq olacaq. Nəsə bu şəkildə olsun. Əsas odur ki biz onun real olaraq nə mənaya gəldiyini gördük. Mən sadəcə dövrlər keçməmişəm deyə istəyirəm bu sətirdə yazım. Yəni bir list daxilində. Belə. Bu istifadəçi artıq mövcuddur. İlk məsələn yoxlanışı burada elədi. Yəni bu istifadəçi mövcud deyilsə və təzə parol qoymaq istəyirsə, qalan şərtləri parol üzərində yoxlasın. Parol təhlükəsizliyi üzərində. Məsələn, ilk olaraq parolun uzunluğunu yoxlasın. Parollar həmişə yəni standart olaraq 8 simvoldan, yəni ya bərabər olmalıdır, ya da çox olmalıdır. Və qalan şərtləri də elifdə vermək istəyirəm ki, bir şərt içində yoxlasın. And verirəm. Burada indi bizim belə bir hissəmiz var. Məsələn, hər hansısa bir hərf yazaq, C yazaq. Is upper. C is upper. Deyəcəm bunu da niyə yazıram. Qop belə qalsın. İndi təzədən for C in password. Hə. Bu qalsın belə. Birinci buranı izah edeyim, sonra keçəcəm bunun növbəti hissəsinə. Burada nə deməkdir? Bu da yenə həmin o bayaq göstərdiyim forun saldırılmış formasıdır. Deyirsən ki, C hər hansısa bir elə bil ki dəyişəndir sənin üçün. Passworddakı sənin simvollar yığınında. Düzdür, məsələn burada 1, 2, 3 Turan, nə bilim belə şeylər olacaq. Yəni simvollar olacaq. Bu C 1, 1-ə, 2-yə, 3-ə, 5-ə, T-ya, U-ya, R-ya falan və s. bərabər olacaq. Eyni C.is upper o deməkdir ki, bu string metodudur. Biz sizlə upper'i keçmişik. Upper belə deyim, hamısının böyük olma şərtini yoxlayır. Burada eyni is upper'in mənası odur ki, sənin yəni bu daxil elədiyin simvolda hər hansısa bir element böyük hərflə yazılıbsa, yəni bu şərt onda true olacaq. Eyni is upper. Eyni is lower yazsaydım, C is lower. Onda da kiçik hərfi yoxlayacaqdı. Bu aydın oldusa, yəni is upper'in belə deyə yazılışı. Düzdür, biz bir dənə burada for'u keçməmişik deyə. Bu yəqin ki problem yarada bilər. Bir də eyni indi görürük. Burada kimin nə sualı var? Məsələn, sizə məsələn qaranlıq gəlir. Aydındır. Vaqif səndə və Bir də izahını verə bilərsiniz, zəhmət olmasa. Tamam, olar. İzah versiyası. Bu is upper. Bunun birinci mənasını deyəcəm, sonra kod olaraq nə anlama gəldiyini deyəcəm. Bu hissənin ümumi mənası odur ki, bu hissəni başa düşdüm birinci. C in password.
Ha, burada necə yazmışdı? For Ha, o user aydındır, user. orası Hə. aydın. Yəni C11 bunlara daxil olacaq. Və C nə olacaq? Demək ki, stringdir də, düzdür? Bəli. Stringin də hansı metodu var? Isapper deyə bir metodu var. Bir dəqiqə uşaqlar. Qapı döyülür. Dəqiqəm. Həbib. Döndə gör kimdir. Kimdir? Vallahi heç nə yoxdur. Nəzir istəyirlər. 4-də işləyir. Nəzir istəyirdilər. Ona görə gəlmişlər. Hə, buradasınız uşaqlar. Buradayıq mən. Mənə belə hallarınız Bəli. ola bilər, nəsə. Ona görə üzr hesab edeyim. Burada. Hə, mən nəyi izah edirdim? İzapper izah edirdim də. Bax, bunu Vaqif başa düşdün dedin. Düzdür? Aha, bəli, Burada o hissəsini anladım. C-nin string olub olmadığın burada bildik də. Çünki passwordu biz str olaraq daxil edirik. C demək stringdir. Birinci izapper izah edək. İzapper odur ki, bu stringlərin içərisində hər hansı bir hərfin, ücə hərfdən gedir söhbət ki, onun böyük olub olmadığını yoxlayır. Bir stringin, yəni daha bütün hərflərinin Bütün böyük olub olmadığını yoxlayır. Məsələn, əgər bütün hərflər böyükdürsə bizim üçün true olur. Ya kiçikdirsə false olur. Eynilə isə məqsəd odur ki, burada bu halın ən azı birinin true olma ehtimalını bizə versin. Yəni birinin doğru olma. Yəni bir dənə böyük hərf olsa belə bizə true qaytarsın. Yəni bütün hərfləri yox da. Yəni eyni bizə onun üçün lazımdır ki, yox bunun bütün hərflər böyük olsa parolluq qalmayacaq axı bunda. Eynini biz ona görə qoymuşuq. Aydındır. Hə, bax burada bir dənə məsələ o idi. Isapper demək bütün hərflərin böyük olub olmadığını yoxlayır. Eyni isə ən azı bir ehtimalın true olub, yəni dəyər qaytarmasını səndən gözləyir. Bu da belə. Sonra məsələn parollarda hansı vəziyyətlər var? Məsələn, rəqəm olub olmadığını yoxlayaq. Rəqəm yadınızda qalıb hansı funksiyana yoxlayırdıq bir stringin daxilində? Kim deyə bilər? Yoxsa İzdiqitdir. hə, izdigitdir. Düz. Burada da elə C-dən istifadə edəcəm. Fərqi olmaz yəni. İzdigit. For. Çünki hər biri başqa-başqa bir dövrdür. C-in password. Mən bunu bir söz tək-tək yazsam, bilirsiniz də nə boyda burada həngamə yaranar. Yəni bir rahat 10-15 sətr çıxacaq bu bir dənə şərtin daxilində. Ona görə bu şəkildə yazıram ki, belə tez bitsin. Bura baxaq indi Vaqif. Burada da simvolların demək izdigit nəyinirdi? Məsələn, hamısının ədəd olub olmadığını yoxlayırdı da, düzdür? Bizim simvollardan. Eyni qoymağımız odur ki, ən azı bir dəyər ədəd olsun. Bir dənə true versin. Əslində isalnumla eləmək olar ha bunu. Sadəcə indi bunu isapperlə elədiksə, bunu da izdigitlə eləyək. Tək-təkdə eynidən istifadə eləmişik. Eyni ilə geçsin. Sonra bu hissədə kiminsə sualı var və yaxud da burada, ümumi deyirəm. Yəni təzədən nəsə gözünüzdən qaçmış ola bilər. Xeyr.
Aha, tamam. Bir də simvolları məsələn ataq. Parollarda həmişə güclü simvollar olmalıdır. Məsələn, hansı simvollar ola bilər? Bunu da C götürək. C in bir dəqiqə hara getdi? Enterə bassın deyim. Bura simvollar ataq. DS ola bilər, altdan xətt ola bilər. Sonra bu dollar ola bilər, faiz ola bilər, nida ola bilər, nöqtə ola bilər. Sonra nə ola bilər? Ulduz ola bilər. 8 yox. Bu da belə. Və burada yazırıq for C in password. Və nəhayət bu belə deyək, süzgəcdən bu aş düzəndən keçmiş bir parol bizim üçün güclü bir parol olacaq. Məncə Vaqif buna məqsədinə çatmış olacaq. Yəni güclü bir parol yaratmış olacaq. Hə Vaqif? Bəli, müəllim, tamamilə doğru. Əsas məsələ 8-dən böyük olsun. Bax burada görürsüz, keçdiyimiz bütün dərsləri inteqrasiya eləmişik bir-birinə. Həm string metodu var, həm list var, həm məntiqi operatorlar var. Bir dənə keçmədiyimiz for-dur. Məsələn, indeksləmə var, slicing deyirlər buna. Bu metodu var. Inputlar heç həmişə istifadə edirik. Hələ narahat olmayan şey də istifadə edəcəyik. Zaten istifadə eləmişik. Bunu deyəcəkdim ki, if daxilində if istifadə eləmişik. 8-dən böyük olsun və yaxud bərabər olsun, ən azı bir böyük hərf olsun, ən azı bir rəqəm olsun və ən azı bir xüsusi simvol olsun. Bu halda nə etsin? User isə append eləsin. Baxın bura, bir dənə diqqət edin. Nəyi append eləsin? Bir dənə mötərizə açdım. Demək bu nədir? Tuple-dır. Tuple-la gəldi, inteqrasiya elədik bura. Username və password. Mən bunu tuple-sız əlavə eləsəydim, burada mötərizələrin birini silsəydim, user-sız 2 dənə elementi olacaqdı. Biri username, biri password. Qarışıq düşəcəkdi. Təsəvvür edirsən, hərə gəlib öz username, passwordunu yazacaq. İndi mən nə edeyim? Tək rəqəmlər username olacaq, cüt rəqəmlər password. Yəni bu nə qədər doğru ola bilər sizcə? Amma bu tuple-dır. Hər adam üçün bir dənə belə deyək, tuple yaradılır. Orada sən belə deyək, 0-cı indeksdəki username-dir, 1-ci indeksdəki də passworddur. Mən indi düşünürəm ki, bunu bu şəkildə yazmağımla siz bunu yəni hanı? Hə, bunu başa düşmüş oldunuz. Bəli. Kiminsə nəsə sual var burada? Xeyr, müəllim, hər şey aydın. Qəşəng. Print qeydiyyat uğurla tamamlandı deyə bir mesaj ata bilərik bura. Else-mizi bu if-ə görə verək. Yox. Else-mizi bu if-ə görə yox. Hə, elə bu if-ə görə veririk. Yəni buradan keçdi. Şifrəmiz zəifdir. Yəni else-də bir dənə o versin ki, şifrəniz zəifdir. Aha. Mən nəyi fikirləşirdim? Deyirdim ki, burada bunu gəlib bundan sonraya atın, məsələn, bura qoyun. Sadəcə o növbəti istifadəçi üçün yarananda problem olacaq. Heç elə bu şəkildə deyək. Beynimizi qarışdırmayaq hələ ki. Keçək məsələn Elifə seçim məsələn 2 olsun. Giriş. Gördüyümüz qədərilə yəni böyük bir proqram yazırıq sizlə artıq. Yenə username tamam. Username soruşsun bizdən. Çünki burada bunların eyni olması bir problem yaratmır bizə. Çünki sənin ya bir seçimin olacaqdı, ya bunu seçəsən, ya da bunu seçəsən. Biri seçməsən buradakı username işləməyəcək ki onsuz. Yəni ondan narahat olmayın. Amma belə istəsiz bunun adını da dəyişə bilərsiniz, yəni. Username 1 qoy, 2 qoy, fərq eləməz. Amma mən pay strukturuğa bağlı qalıram. İstifadəçi adı, ADC adı. Bir də password
Input. Bir də şifrə. Bunu da daxil eləyək. Hə. İndi də təzədən bizdən yoxlayacaq. If. İndi bunu bu şəkildə yazırıq. Necə bir tapılı listə əlavə elədik? Username və password. In users. Əslində, hə. Bu hissəsini elə bu şəkildə saxlayaq. Niyə görə? Dəyişməyək. Mən bayaq dedim, məsələn, orada fərqli eləyə bilərsiniz. Fərqli eləsək belə, dəqiqə kim? Hə, tamam, problem yoxdur. Onsuz YouTube-a da atacam. Bunun sonuna orada baxarsan. Məsələ nədir? Biz qeydiyyat eləmişiksə giriş eləyə bilərik də bir sistemə. Qeydiyyat olunmamış bir sistemə giriş olmaz və qeydiyyat eləyəndə də biz bura username və password olaraq daxil eləyirik. Dəyişən dəyərləri. Əslində burada fərq eləməyəcək. Yəni bu heç bir fərq eləməyəcək. Çünki biz ora dəyər olaraq əlavə eləyirik. Yəni dəyişən olduğunu yoxlamır. Heç nə. Yəni burada beynimizi yormayın. Yəni fikirləşərsiniz ki, burada username password olaraq əlavə elədir. Burada username password olaraq yoxlayırsa, demək ki, bunlar eyni olmalıdır. Xeyr, sadəcə onu nəzərə gətirmək istəyirdim. Bu vəziyyətdə girişimiz uğurlu olsun. Giriş uğurlu oldu. Bunun else-si print verək ki, istifadəçi adı və ya şifrə yanlışdır. Sonra elif seçim. Məsələn, çıxış olsa bəs neyiniyək? Heç nə, listdən əslində daxil elədiklərimizi silə də bilərik. Başqa cürdə indi hələ ki sadə bir şey yazaq da. Sistem bağlanır. Belə bir mesaj ataq özümüz üçün. Hələ ki bu şəkildə qalsın. Qoy proqramımızı tamamlayaq. Bir şey fikirləşərəm. Burada da yanlış seçim olacaq. 1, 2, 3. Yəni 3 seçim var. Kimsə gəlib 4 yazsa, birinci təzədən yazıram. Yəni gəlsin bizə ki, yanlış seçim. Zəhmət olmasa, yenidən daxil edin. Heç bunları soruşmadım. Burada bir problem yoxdur ki. Xeyr müəllim, hər şey aydın. Tamam. Aydın. Bir dənə burada. Mən bir dənə print eləyək nəyi? Users'ı print eləyək. Yəni sistemdən çıxandan sonra görək fəaliyyətdə nələr qalıb. Olmasa onları remove eləyərik. Və yaxud da məsələn 2-3 dəfə görək sistemə əlavə eləmək olar. Bu dövrdən eləmirik deyə. Məsələn, mən istəyirəm userlər dalbadal əlavə olunsun da. 1 user, 2 user əlavə eləsin. Bura nə etmək olar? Məsələn, sən gəl username ilə passwordu daxil elə və həmin username passworda aid olan məlumatı tapıb sistemdən çıxarsın. Gəlin baxaq məsələn. Qeydiyyat eləyək. İstifadəçi adı. Məsələn, Turan 13. Şifrə daxil eləyirəm. T böyüklə. Rəqəm də ataq. Bir dənə simvol ataq. Qeydiyyat uğurla tamamlandı. İndi kodu təzədən çalışdırım. Giriş eləmək istəyirəm. Yadımdan çıxdı istifadəçi. Turan 13. Turan 2005 istifadəçi adı və ya şifrə yanlışdır. Onun yerindən başlatdığımıza görə oldu məncə. Hə, dövrsüz elədiyimizə görə oldu bu. Bir dəqiqə. Onu neyiniyək? While true-la eləyək onda. Məncə eləyək. Gəlin eləyək də əlavə. Onsuz o
While haqqında mənim də məlumatım var. Yəni verirsiniz, onsa başa düşəcəm. Yəni yazın. Məsələn, while true-la niyə eləyirəm? Burada sonsuz bir dövr yaranacaq. Sonsuz dövrdə də məsələn burada sistem bağlanır, bura bir də break versin ki, dövr dayansın. Gəlin qeydiyyat eləyək. Turan 13. Turan 2005 məsələn, add. Qeydiyyat uğurla daxil tamamlandı. Giriş eləyək. Məsələn, Turan 13. Turan 2005 add. Giriş uğurlu oldu. Bu dəfə də seçimimizi seçirik. Sistem bağlanır. Və break oldu da. Break nədir? Bilirsiniz, dövrü dayandırır. Break haqqda məlumatınız var. Bəli, var. Yəni sonsuz dövrü biriklə bağladıq. Yəni birik işə düşdüsə dövr dayanacaq. Bu şəkildə. Bu da mənim məsələn istifadəçi adım və nə deyir, parolumdur. Bir də qeydiyyat eləyək eyni adla. Yox, birik eləmişik də. Nəysə, qoy o da yoxlayaq. Burada çox ehtimal var. Gəl birinci şifrənin zəif olduğunu yoxlayaq. Aha, şifrənin zəifdir gəldi. Vaqif məqsədinə çatdı əsas adı. Turan 2005 add. Qeydiyyat uğurla tamamlandı. İndi mən təzədən qeydiyyat eləmək istəyirəm və Turan 13 yazıram. Turan nə bilim 2025 atacam bura. Bu istifadəçi artıq mövcuddur, okey. Bu da uyğundur. Başqa bir istifadəçi məsələn daxil eləyək. Vaqif. 2000 neçəsən Vaqif? 7. 7. Tamam. Vaqif indi güclü şifrə yaradacaq da təbii ki, 2025. 1, 2, 3, 4, 5 əslində olar. Qeydiyyat uğurla tamamlandı. Bir dənə də 3 baxaq. Və burada gördüyünüz 2 dənə istifadəçi bizim üçün yarandı. Bu da belə. Real, görürsünüz artıq biz burada real bir proqram yaratmışıq sizlə. Yəni keçdiyimiz nə qədər mövzu var ki, heç nə. Amma gələcəkdə məsələn fayl data tiplərini keçəcəyik sizlə, JSON, GCV. Orada artıq sən bunları user listə daxil eləməyəcəksən. Sən onları daxil eləyəsən hər hansısa bir database-ə. Məsələn, hər hansısa bir belə bir fayllara. Sən burada str daxil eləmişik, gəlib belə düşür. Nə bilim, textli faylına, JSON faylına baxın. Bunları daxil eləyirsən, sən proqramı bağlayandan sonra da bunlar gəlib burada qalır. Yəni mən burada məsələn break elədim, onlar silindi. Elə bir ki, save eləməmiş Word-dən çıxsın da. Eyni vəziyyət. Bu da bizim bugünkü proqramımız. Məncə maraqlı proqram idi, hə? Ən maraqlısı bu idi mənim. Bəli. Yəni beləsinə proqramlar sizlə çox işləyəcək. Belə maraqlı. Mən istəyirəm sizə bir tapşırıq verim. Bir dənə rəyinizi öyrənə görüm eləyə bilərsiniz yoxsa yox. Mən sizdən nə istəyirəm? Məsələn, gördük ya 2 dənə, 3 dənə istifadəçi yarandı. Burada bir dənə seçim yaradın. Məsələn, 4-cü seçim. Proqramı bağlamaq seçimi. Buradakı yazdığınızı ora atın. Amma çıxış sistemin istifadəçi adı və parolu daxil edib həmin adamı sistemdən silsin. Yəni ki, listin içindən. Eləyə bilərsiniz bunu. Yəni sualı başa düşdünüz, yoxsa təzə izah edeyim? Biraz qaranlıq. Elə bil ki, bir dənə şey yaradacaqsınız. Əlavə bir hər hansısa bir şeydə özünüzə bağlıdır. Bəlkə heç yaratmaq istəmirsiniz. Məsələn, sistemdən çıxmaq kimi. Sistemdən çıxmaq. Sistemdən çıxmaqla çıxışı ayırın. Çıxış o olsun ki, hesabdan çıxış, sistemdən çıxmaq, proqramdan çıxmaq olsun. Bu qədər məsələn detallarına girirəm. Məsələn, bu sistemdən çıxmaqdır. Sistemi bağlayır, görürsən? Amma mən istəyirəm ki, burada bir dənə çıxış sistemi siz yaradın, hesabdan çıxsın. Məsələn, bayaqları 2 dənə gördük ki, həm Vaqifin hesabı var, həm mənim hesabım var. Məsələn, Həsən də gəldi, hesabını daxil elədi, amma mən istəmirəm, mənim hesabım məsələn orada qalsın. Mən gəlim 3-ə basım, məsələn, seçimimi elədim. Öz username ilə passwordumu yazıram. Mənim hesabım o listdən çıxsın, siyahıdan çıxsın. Eləmək olar. İndi üzrə nədən istifadə edəcəksiniz, yəni? Bəli. Siyahı metodları falan, yəni inteqrasiya edin. Məncə eləyə bilərsiniz. Yəni nə qədər vaxtımız var?
Çox vaxtınız var hətta. İndi məncə tez eləyərsiniz, yəni o qədər inanmam sizə. Tamam. Belə, başqa sualınız falan var? Çox yormayın. Bu gün çox proqram işləmişik. Heç bir şey müəllim. Sual yoxdursa inşallah gələn dərsdə görüşərik sizlə. Tapşırıq da səbirsizliklə gözləyəcəm. Məncə maraqlı həllər gətirə bilərsiniz. Yəni özünüzün də maraqlı ideyalarınız, fikirləriniz olsa eləyin. Yəni dərsdə baxaq ona. Məncə bu if-iflə çox şey eləmək olar hətta. Müəllim bir dənə sual verə bilərəm? Buyur. Dördüncüyə, məsəl üçün, bəzən biz saytlara filan girəndə şifrə olaraq robotla yoxlama, yəni robot olduğu yoxlama şey var ha. Aha, recaptcha. Hə. Onu dördüncünü elə bir şey verə bilərik. Hə, verə bilərsən. Onu necə eləyərsən? Lap onu dördüncü necə deyim, sistemdən çıxmağa yoxsa qeydiyyata falan? Yəni şeydir, siz məsəl üçün sistemdən çıxmaqla bağlı dediniz. Mən əlavə olaraq məsəl üçün şifrələməyə uyğun olaraq dördüncü olaraq məsələn robotla yoxlamalar olunur ha. Məsələn üçün şifrə səhv olanda keçir robotla yoxlamağa, robot olduğunu yoxlamağa. Ona görə deyirdim mən. Onu daha çox harda eləyirlər Vaqif? Məsələn, mən istifadəçi parolum və adım sızdırılıb. Başqa Aha. bir kompüter, bot bir kompüter də ola bilər də. Məsələn, bu ataklarda istifadə eləyir. O datadan istifadə eləyir və girir avtomatik botla sistemdə mən belə deyim username parolumu yazanda ona o SMS gəlsə ki, robot olmadığınızı doğrulayın, kompüter oradan keçə bilməyəcək. Amma insan olsa keçəcək. Onu daha çox girişdə eləyə bilərsən sən. Mən yəni elə düşünürəm. Əlavə eləyə bilərsən, okey. Amma girişdə eləsən məncə daha maraqlı olar ki, birinci şey gəlsin, sənə sual versin ki, robot olub olmadığını yoxlasın. Məsələn, hər hansısa bir sual ola bilər də. Yəni məsəl üçün bu ev tapşırığı olaraq onu işləyə bilərəm. Girişdə Eləyə bilərsən. işləyəndə. Hə, eləyə Tamam, bilərsən yəni. ağlıma birinci o gəldi, onu yoxlayacağam. Tamam, yəni onu da elə, əgər alınırsan, mən dediyimi də elə. Tamam. İndi hələ ki şeydir də, məsələn, recaptcha-nı sən şeylə eləyəsən də. Bizim də recaptcha sistemlərini bura inteqrasiya eləmək biraz uzun məsələdir, amma inşallah gələcəkdə o dərslərlə maraqlanarıq. Vizuallaşdırma dərsləri falan. İndi hələ ki bizdə görüntü yoxdur da. Biz hələ ki terminalda işləyirik bütün vəziyyəti. Amma görüntü olandan sonra sən onları da əlavə eləyə biləcəksən. Tamam. Aydın Belə. hər şey. Başqa sual falan var? Xeyr. Onda bu günlük bu qədər. İnşallah gələn dərsdə görüşərik. İndidən uğurlar olsun sizə. Sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun.